Dünəndən görürəm bizim xəbər saytları da yazırlar ki, bəs Birləşmiş Ərəb Əmirliyi dövləti qalan orada turistlərin xərclərini öz üzərinə götürdü, nə bilim, uçuş xərcləri filan. Cəmaət də yazır altına, dövlət kimi dövlət, bəhbə. Heç belə bir şey yoxdur. Məsələn, mən indi yaxınlaşdım öz resepsiyonuma, qaldığım otelin resepsiyonuna. Dedim ki, bəs mənim vaxtım bitir, mənim biletim də var, getməliyəm, amma məlum səbəblərdən gedə bilmirəm. Mən indi burada pulsuz qalacağım. Dedi, yox. Pulsuz deyil. Hətta soruşdum otağın qiymətini uzatmaq üçün. Nə bilim, əvvəl 100 dollara olan otaq indi olub 200 dollar. 200 dollara olan otaq olub 400 dollar. 2 qat da qiymətləri qaldırıblar. Yəni, belə bir şey yoxdur. İndi ola bilər, hardasa bir dənə padvallarda ya balaca bir otel kimi tutublar ki, burada gəlib qala bilərsiniz, amma heç bir otellərin bu barədə məlumatı yoxdur, normal otellərin. Azal da ki, sağ olsun, yazdı ki, uçuş ləğv olundu. Amma nə vaxtda olacaq, nə baş verəcək o barədə də heç nə yazmayıb. Yəni, belə hələ ki, Dubayda vəziyyət belədir. Ara sıra da belə səslər gəlir. Səhərə yaxın, bugün səhərə yaxın gəldi səslər. Dünən yasrağı gün gecə yığdılar, hamını bir dənə təlimat verdilər. Ondan sonra belə bir xüsusi hal olmayıb. Ona görə hələ ki, buradayıq, nə məlumat olarsa fikirləşirəm ki, sizə bildirərəm, özümə borc bilirəm. Sağ olun.